Hal-hazırda bu ana o çadırda qalırdı. Bunu bütün Azərbaycan bildi. Bu bala da orada qalırdı. Və bu anamız çadırda qalırdı. Və bu gördüyünüz insan isə onun anasıdır. Bugün soruşurlar bu qadın kimdir? O onun anasıdır. İlk öncə bayaq bu ananı mən gördüm ki, orada qıraqda qamışların arasından baxır. Amma bura yaxın gələ bilmir. Yəni bunu hamı başa düşdü ki, o utandığından bura yaxın gələ bilmir. Düşünür ki, gələrəm, buradakı insanlar nəsə deyər, xalqozan nəsə deyər. Hamı elə düşündü, yəni ana özündə elə düşünür. Amma hamı düşünür ki, biz heç vaxt ana qardaşın sözünə, balasının sözünə, gəlininin sözünə, nə söz söhbət olub, nə eləyib bilmirəm, oradan, bugün balası orada çadırda da qalsa, ana anadır. Bəlkə kimsə deyər ki, yox, mən ananı bura buraxmazdım. Mən isə deyirəm ki, gəlin bir baniyə alqış edin. Bu anadır. Analar bizim başımızın tacıdır. Boşa deyilmir ki, cənnət anaların ayağı atladır. Ana, Quran-ı Kərimdə nə buyurur? Deyir, ana atağı sizə, əgər yaşayırsa, sizi neynəsə də uf belə dedirtmeyin. Uf. Yəni, of, niyə onu eləmədin? Bir dənə ana atıya o vaxt qarşı çıxmaq olar ki, sən ibadət eləyəsən, sən yaxşı əməl görəsən, sən Allaha tərəf gedəsən, ana qoymuyor, ata qoymuyor, onda sözünü deyə bilərsən anasıya. Qalan heç bir halda, heç bir dünyavi məsələdə anaya uf belə demək olmaz. İndi nə eləyib anadır? Burada o çadırda qalmağında bəlkə bir günahı da var, yoxdur, biz onu bilmirik. Allah bilər, amma ana anadır. İlk burada açılışda ana olmalıydı. Və açılışımızda bugün burada iştirak edən hər bir kəsin əməyi var. Hər bir kəsin əməyi var. Allah hamısını var eləsin, hamı haqqını al eləsin. Allah. Allah hamının əməyi var. Çünki bunlar bugün buradadırsa, kimi quzu gətirdi, kimi daşında kömək elədi, kimi sementində, kimi, yəni hər kəs bir şeydə nədəsə kömək elədi. Adam var, heç eləmədən az gəldi, canlaşdı, dəstək oldu, bu istinin altında. Yəni hamısını Allah var eləsin deyirik. Və bugün bu açılışı artıq mən də düşünürəm ki, bizim İlham dayı, ağsaqqallar və gözəl qardaş dayımız var ki, ağsaqqallar. Bunlar da mənim fikrimlə razılaşar ki, bu ananı bugün bura gətirməliyik, düzdürmü? Qamışın arasında o anı orada durub baxa bilməz. Ona görə də gəlin bismillah eləyək və bu açılışı hamımız bir yerdə, bu mənim açılışım deyil. Bu bütün Azərbaycan xalqının, yaxşı qeyrətli insanların açılışıdır. Yəni burada mən bəli, mən göstərmişəm, mən yayımladım, mən tanıtdım, əziyyəti çəkmişəm. Amma bu xalqın açılışıdır. Ona görə də bu ev elə bil ki, balamız o evə keçir, elə bil ki, biz köçürük. Bax, belə bir şeydir. Hamı köçür. Allah var eləsin, gəlin açılışı elan eləyək. Bir dənə elandan qabaq anaya sənədini təqdim eləyək və ondan sonra da biz qəşəng quzularımız var, qardaşlar gətirir. Kabablayaq, çay gətiriblər, tortlar gətiriblər. Hamı otursun, yesin, içsin, bu günün həzzini alsın və hətta 1 manat belə bu işdə dəstək olanlar var. Yəni, bu gün ürəkləri burada da özü yoxdur. Onların o 1 manatları var. Bilsinlər ki, qardaş, bu lenti kəsəndə hamının orada savabı var. Hamının. Və mən bu günü dedim ki, dəstək olun ki, lenti kəsəndə deyəsən ki, vicdanın desin ki, mənim də orada bir savabım var. Ya Allah, bismillah deyə axsaqqal, nə deyirsən? Sözüm mənə verdi. İlham dayı, sən də gel. Mən borcluyam ki, Bir dəqiqə efir. Qoy İlham dayı da gəlsin. İki axsaqqal öz sözünü deyəcək. mənə söz verildiyinizə görə, çox minnətdaram. Bu şad gündə, bu nə demək, dillə demək olar, ancaq adam çətinlik çəkir. Nə cür həvəslə deyər ki, o yerin alsın. İndi bütün bizim qonşu ölkələrdə də görürsən ki, dağılır, ölür. Sağımız, solumuz, hamısı elədir. Amma indi bizim burada beləsinə cahil olanların, devlətimizin sayəsində biz asuda nəfəs alıb, hətta o köməksiz qalan insanlara kömək edirik. Bu özün niyə bənzəyir? Bu əsli insan, Peyğəmbərin qoyduğu qanun qaydaya bənzəyir. Devlətimizin qoyduğu qanun qaydaya bənzəyir. Mən çox minnətdaram burada sənə və sənlə burada çalışanlara və kömək eləyənlərə.
bu ananı, bu balanı o alaçıqdan çıxardı. Efir. Bu gözəl, bu dumanı, geçer, belə yaraşıqlı evə qoymaq hər oğlun işidir. Ər oğlun işidir. Bəli, bəli. Var ol. Ər oğlun işidir. Mən çox təşəkkür edirəm sənə. Canım benim, var ol. Səni boya başa çatdıran atya, anaya mən minnətdaram. Var ol. Bütün analarım Keşke benim. sen kimi hele bütün evlatlar sen seviyede olaydı. İnşallah. Onda Biz istediğimiz bize oldu. ne polis lazım idi, ne doktor lazım idi, hiçbir şey lazım idi. Asuda gezerdik falan. Allah ömrünüzü uzun etsin. Ben çok şadam, ben çok şadam ki bak bunlar o eve köçürler ki orada rahat yaşayacağım. Ben bir tane söz diyeyim buyurun. Ve başarısı diyor ki Yox, yox, qətiyyən, qətiyyən. rəhbərlik gelmişti bizim kəndə. Bir traktorist vardı, zəhər səpirdi, qalxoz devirdi. Zəhər səpirdi. Ben bu açıqlayayım, düz danışım. Zəhər səpirdi, 10 uşağı vardı, evi yok idi, avtobusu gətirib koymuşdu oraya. Orada yaşayırdılar. Hələ o vaxtı diktatura devrindədir. Adım qoyar yox, elədir. Diktatura devri. Qalxozun ümumi iclasını çağırdıq. Ona ev tikmə qalxozun hesabına tikdik. Əlimizlə də beləsini apardıq. Görsin ki, qoyduq evimiz yaşa. Biz həmən işi gördük eləysə belə. Yaşadırıq. Yaşatmaq lazımdır. Allah ömrünüzü uzun eləsin. Amin. Allah sizlərə bu can sağ devletimizi də nə cür deyərlər, Korusun. bərqərar eləsin. Hadi. Ne, onun düşman gazına, nə cür də, şantajından uzaq eləsin. Amin. Baba xalqımızı olsun. Baba dəstək olan hər bir kəsin. Halimizdə olan, bizim əleyhimizdə olanların hamısı Amin, amin. öz bəlasına düşsün. Sağ olun. Var olasın. Minnətdaram. Yeniləsən tez. Gəl İlham dayıya da bir söz verə. İlham dayı da söz verə. Orada hər bir dəstəyi olan hər bir kəsə həqiqətən təşəkkür edirəm. Məni tək də qoya bilir. Məni tək də qoya bilərdilər, amma gördüm qoymadılar. Sağ ol. Başda siz, bir də hamısı. Başda qardaşlar, bu qardaşlar, bu qardaşlar. Bu qardaşlar hamısı. Burada bunu bildirin ki, elin o başı yoxdur. Hadi. Hamd olsun Allah'a. Hər bir yer bizə doğmadır, əzizdir. İnşallah. Əməllərinlə göstərir. Olsa bir həftə sonra Bizdə gələr. yox, əməlinlə göstərir bizə. Rayon Dayı şəhəri yox, hasar, Azərbaycan xalqı. dayı hasarda verir. İnşallah əsas çadırdan evə çalırıq bugün. Buyur, rahat ol. Bir həftə sonra Hasan deyir. Onu deyir. Onu deyir. Hasan deyir. Raşotda da qoyarıq. Kamerada. Axıra çatdırın. Tabii şolar deyir. Axıra çatdırın. İnşallah. Hasan bize yapsın bu. Şimdi açık. Hala kamerada da. Hazır ol. Şolar deyir. Sana. Gəlin bir dənə. Namik bəy, yaxınlar. Ana, bacı, ana. Deyək, qardaş mənə söyləmək. Sağımlardan deyək. Bəlkə biz 10 min adam. Sağ ol, Allah. Sağdan gəlmişsiniz. Allah başdan gəldi. Var olsun. Allah sağ olasın. Dəf ona deyək. Allah. Bunu da ana verir. Amına deyir. Dayı verir. Dayı zaten size gelmiş. Ya dostlar, sənə təqdim ediyor bu ailəyə. Hal-hazırda yeni operatör sənə. Hal-hazırda bu evin bəzən fikirləşərsiniz ki, Qazandan çox Ağozan gedəcək, bu evi gəlib sökərlər, əlinə alarlar, var, dağıdarlar, ver bura, sənədi ver. Bu gördüyünüz evin sənədidir, gəlin alqış eləyək. Evin sənədidir. Anaya təqdim olunur. Azam, bax, sən oxuya bilmirsən, hadiyə və ki, bax, xandıra kızına 12 sot torpağın evin hamısını. Sabah gelirsən,
sənətinə işıqla da çox. Asansörlər, yaxşı, hamısı. Yəni, bax, gördünüz, artıq onun evidir. Heç kəs buranın ətrafına dəyə bilər, yəni qədər dəstək, sənə var sağ olsun. Bir dəstəkdə pul verdi, var olsun. Allah sizə var olsun. İndi lenti artıq biz mənə gəlir lenti kəsə bilərik. Sən icazə verin, icazə verin. Ana götürdü.